Yəni yaxın gələcəkdə belə başa düşdüm ki, yaxın minimum 1 il məsləhətdir ki, il yarım ərzində İmişlidə böyük futbol olmayacaq. Görünən budur. Torpağın alınması, inşa başlanması, meydanın salınması, bazasılar, meydançalarla bunlar yəni kifayət qədər vaxt aparır. Xeyr. Mən sizə belə deyim, infrastrukturun tikilməsi, baxır siz nə stadiondan söhbət aparırsınız. Əgər siz bizə 10 minlik bir stadion deyirsinizsə, bizim elə planımız yoxdur. Bizim planımızda Sumqayıtda yerləşən, keçmiş adı Kapital Bank Arena olan, indiki adı Sokar Polimer Arena olan tipli bir meydandır. Biz ayağımıza görə, daha doğrusu yorğanımıza görə ayağımızı uzadırıq. Biz başa düşürük ki, bizim böyük xərclərə gedib, daha küllü miqdarda maliyyə vəsaitinin, belə deyib də, maliyyə yükünün altına gedib və sabahları bunun xərcini hesablaya bilməyəcəyimiz bir proyektə getməyimiz düzgün olmaz. Bizim düşüncəmiz belədir ki, əgər Allah deyənlə biz gedə bilsək, sentyabr, bəlkə oktyabr, indi orada bilirsiniz ki, fəsillər var da, misal üçün, Turantovuzda meydanla bağlı problem oldu, amma o problem fəsillə bağlıdır. Qubada misal üçün bu günləri problem var. Bu problem, deyəcəm, indi bəzi ictimaiyyətdə bəzi insanlar biraz güləcəkdir ki, nə oldu elə həmişə yağıntı havanın üstünə atırıq. Amma həqiqətən də bu illəri Qubaya düşən yağıntının miqdarı normanın qat-qat üstündə olubdur. Və bu günləri mən sizə dəqiq desəm ki, həbiməm, ürəyinizi buz kimi eləyin, biz 6 aydan sonra orada olacaq, o elə deyil. Tikintinin öz prosesi var və s. və ilaxır. Mən inşallah bizim Premier Ligada qalmağımız təsdiqlənsin və növbəti il biz Premier Ligada oynayaq. Mən sizə əmin edirəm ki, növbəti il ən azı 7-8 oyunu biz İmişlidə keçirəcəyik və sizi şəxsən Sport Info komandasını biz orada, nəinki Sport Info, bütün idman mediasını biz orada görməyə və qarşılamağa çox şad olarıq.